Salam, hər vaxtınız. Gördüyünüz kimi 99-dur. 99'da daha doğrusu. Maşında problem var. Əmin neçə yerə gedib bir dərdini tapa bilmir. Maşın o kimi qalır. Qoy xoddan araşdırıb tapdıq ki, beyindən gələn benzin nasosunun massasına komanda vermir, dira vermir problemi. Beyində problem olduğuna görə kişinin imkanı yoxdur deyənə İnşallah ustalar bilir bunu nəsə formada eləmək. Prosta eləyəcəm. Sadəcə nə problem olacaq burada? Zamak açıq qalanda pasiyonu cızıldayacaq. O olacaq, o problem. Qalan yəni xodlamına problem olmayacaq. Bir də motorxanada olan şteps dəyişiləcək. Yenisini əvəz olunacaq. Gördüyünüz kimi bərbad pis gündədir. Allah izni ilə. Ola bilər ki, fikrim olar. Ona mən bir dənə başqa relə də qoya bilərəm. Məsələn, zamak açdım, cızıldadı. Avtomatik xodlandı, özü atacaq və keçəcək. Avtomatik öz rejimini elə də eləmək olur. İndi baxacam da görün vəziyyət nə tərəf olacaq. Biraz aşacaq. Bu qədər. Qaz daçıq nə qədər dəyişiblər, texnik daçıq nə qədər dəyişiblər, yəni rəsiplərin daçıq nə qədər dəyişiblər. İndi o tədəsini çıxardacam, sizə özüm üçün qoyacam, yenə raddan kimi qalacaq. Gördüyünüz kimi göstərə bilərəm sizə. Gördüyünüz kimi təzədir. Bu təzədir köhnə? Təzə budur. Təzə deyil, gördüyünüz əlindədir köhnəni bağlansın. Bağlasın, köhnəni bağlasın. Gördüyünüz kimi zamak açıldı, həmin o relə dediyim relə yığıldı buna. İndi öz avtomatik atdı, gördünüz. Yəni beyin dəyişməyə ehtiyac yox. Xodlayın incimə. Və davam elədi bu formada. Söndürün maşını zəhmət olmasa. Belə açsın. Şimdi davam elədi. Söndürün maşını. Bağlayın zamakı. Bağlayın zamakı. Bağlayın zamakı. Bağlayın zamakı. Açın. Gördüyünüz kimi Zavadskoy formada elədim. Həmin bu yerdəydi. Bağlayın. Bu qədər. Nəsə lazım olsa əlaqə saxlaya bilər.